Təsəvvür edin ki, universitetdə müəllimlər davamiyyətinizi yoxlamır, sizə gəlmədiyiniz üçün qayıb yazmır və sonra bu imtahana daxil olmaqda heç bir problem yaratmır. Sizcə belə bir şey mümkündürmü? Bəli, mümkündür. Niderlandda universitetlərin əksəriyyətində davamiyyət yoxlanılmır. Burada məntiq belədir. Siz dərsə gəlib gəlməməkdə sərbəstsiniz, ancaq nəticəyə görə özünüz məsuliyyət daşıyırsınız. Yəni, əgər siz gəlmədiyiniz halda belə imtahandan rahat şəkildə uğurla keçə bilirsinizsə, layihələri, digər tapşırıqları vaxtında göndərə bilirsinizsə, dərsə gəlməyə ehtiyac duyulmur. Yox, əgər bacarmırsınızsa və nəticələriniz zəifdirsə, nəticədə özünüz məsulsunuz. Bu yanaşma bir növ tələbəyə azadlıq verir və məsuliyyəti də öz üzərinə yükləməyi öyrədir. Yəni, Niderlandda universitetlər sizə bir şagird kimi yox, məsuliyyətli tələbə kimi yanaşır. Və sonda özümdən misal göstərirəm. Misal üçün, mən statistika dərsindən oxuduğum vaxtları ilk lekçerdən sonra heç bir mühazirəyə getmədim və nəticədə amma ən sonda ən yüksək nəticə yığanlardan biri də mən idim. Sözümün canı odur ki, Niderlandda sizə həm məsuliyyət, həm də azadlıq verirlər. Bəs sizcə Azərbaycanda bu mümkündürmü? Əgər Azərbaycanda bu qayda tətbiq olunsa, təhsil keyfiyyəti yüksələr, yoxsa pisləşər?